çoxdandır su axıdır? Dünən axşamdan altını vedrə qoymuşdum. 2 dəfə dolub boşaltmışam. Bütün gecəni oturmuşam burada. Dedim su axar aşağı, qonşuların qabağında xəcalətdə olaram. Allah köməyiniz olsun. Vaxtında təmizlik edəsəydiniz, indi su axmaz. Bu su axıtmır, əməlli başda ağlayır, göz yaşı tökür. Deməli belə, filtrlər dəyişilməlidir, qaz doldurulmalıdır, istilik vurmayacaq. Mən sizə görə deyirəm, amma üzü qışa gedir. Elə bir ki, bu qışı Sibirdə keçirəcəksiniz. Bu ayaqda baxdım, o soyuducu mənim heç xoşuma gəlmədi. Yox, heç nə lazım deyil. Elə bunun suyunu dayandırdınız, mənə bəs eləyər. Gərək həmsin vaxtında eləyəsən də, yoxsa sonra domadama görülür. Ay sağ ol, ay sağ ol. Nə gətirir? Filtr istəmirsiniz? Mən belə başa düşürəm ki, istəmirsiniz. Hə, ev yox, indi gör sizə nə deyirəm. Mənim bu tok işlərindən başım çıxır. Nə vaxt istəsəz çağırın, qulluğunuzda hazıram, onu yetmiş elə. Hə, mən belə başa düşürəm ki, istəmirsiniz, hə? Yaxşı, olsun, olsun. Və biraz oldu. Narahat olmayın, hər şey yaxşıdır. Gəl, nereye? Kimdir? Nərbala diye Nərbala. Kanserin ustası. Hoş geldin. Deyirəm bu filtr məsələsini də həll elədik. Bax, bu kişi sizə demişdi də, deməsəydi, deyərdik demədi. Hər şeyi gərək vaxtında düzəldəsin. Ay sağ ol. Nə bilim, bu xəbərlərdə elə dəhşətli şeylər yazırlar. Güya evə gələn ustalar, adamları alladırlar, fırıldaq gəlirlər, pul qopartmaq üçün min dənə bəhanə uydururlar. Gör necə vicdansız adamlar var ya. Amma xanım, bizi elə ustacılarla səhv salmayın. Biz pulumuzu alıb işimizi görən adamlara. Bu filtr məsələsini sizə demişdim. Deyirəm, Nərif, bəlkə elə kondisionerin qazını da vuraq. Yazıqdır da, bunda bir 5-10 manat artıq çıxmaz. Yaxşı, yaxşı, ay kişi. Qazını da vurarsınız. Ay xanım, niyə əsəbləşirsiniz? Biz sizə görə deyirik də. Amma biz bu günləri qaz balonunu gətirməmişik. Qazı gələr səfərə. Gələn səfərə? Hansı səfərə? Belə başa düşürəm ki, bundan sonra biz sizinlə ömrümüzün bəlli qisminə qədər tez-tez görüşəcəyik. İnşallah. Amma deyirəm, o soyuducu mənim heç xoşuma gəlmədi də. Çay qaldı. Əl çəkin mənim soyuducumdan! Nərbala, mənə dedilər ki, Nərbaladan yox. Ged Nərbalanın yanında işlə. 8 ay deyə sənlə işləyirəm. Bir evə nə qədər gedib gəlmək olar? Bunu bir dəfə hissə canımız tutarsın da. Keçən il uşağın toyu oldu. Hələ maşın da dəyişdi. Bilirsən, gerək cihazlarla söhbət eləməyi bacarasan. Elə dərdlər var ki, bir dəfə ilə sağalmır. Heç sağalmamalıdır da. Başa düşdün? Yox. Yəni, başa düşməsən yaxşıdır.